3 sotun içində 6 qarajdır. Bir dənə gözəl evdən gəlmişəm sizin qarşınıza. Əslində 6 qaraj da öyrə. Bunu 2 mərtəbədir. Birinci mərtəbəsini təmir edib tam yaşayış eləmək olar, yaşayış sahəsi. Sağ tərəfindən arxasına keçidi, geniş maşın qarajı. Burada açılır azad qapısı, qardaşım. Açılırsa bir də alt mərtəbəni çəkək. 3 sotun içində də əzizləyicilərimiz. Bax, buradakı əzizləyicilərimiz. Yəni orta kəmərini də göstərir azad. Orta kəməri də var, üst kəməri də var, altından bünövrəsi də var. Yəni evimizin tikintisində həqiqətən keyfiyyətlə söhbət yoxdur. Gəlin öz gözünüzlə baxın. Evin birinci mərtəbənin, yəni təmiri yoxdur. Atmalarımız hamısı 5-20 ilə, hamısı 40 santidandır. Gəl azad, gəl. 30 santi da var, 40 santi da var. Bizim ümumi dedik də. Həyətində də kimdə var? İstəyən bisetka elə, nə bilim, burada çox proyektlər eləmək olur. Azad özü bilir ki, biz izləyicilərimizə bu evdən çox satmışıq. Azad cürbəcür proyektlər eləyiblər bu evdə. Həqiqətən, yəni hər insanın bir zövqü var. Yəni adam var ki, 2 mərtəbə eləyib bunu, alt üstü də yaşayış eləyib. Adam var ki, aşağını oyun zalı kimi eləyib. Bura Meşdağı dilində desək, özdəki sağında, solunda makır evi yoxdur. 5 manat çıxardandır bura. Sağında, solunda da şey var, yapışıq ev heç nə yoxdur. Bir dənədir bu ev, tumludur. Dəhlizimiz, əziz izləyicilərimiz, sağ tərəfdə mətbəximiz. Burada bir dənə qonaq otağımızdır. TV stendimiz adımız da var qonaq otağında, onu da çəkəlim. Qəşəng dizaynı var. Evimizin də yerləşmə yeri. Maçdağı qəsəbəsi, Məmmədiyarov dairəsinin üzü Kirov dairəsinə gedəndə. Qapısı necə asfalt məhəllədədir. Məmmədiyarov dairəsindən üzü Kirov dairəsinə gedəndə Maçdağı qəsəbəsində. Görürsünüz də, otaqlarımızın da pəncərəsi divara, evə falan söykənməyib. Tam işıqlı, havalı evdir. Bu da evimizin 4-cü otağı, 2-ci mərtəbədə yerləşən. Burada hamam otağımızdır, asma tavanla, isti döşəməklə falan filan. Sənədimiz həm evə, həm torpağı kubsa, paket kubsadır. Start qiymətimiz də ki 130 min manatdır. Real alıcı 130 min manatdan endirim də olunca inşallah. Çox gözəl yerləşmədədir, əla yerləşmədədir. Evimizin keyfiyyətinə söhbət yoxdur, göz qabağındadır. Kimsə bu evdən maraqlanırsa, səhifəli nömrələrimiz qeyd olunub. Əlaqə saxlasın, götürək göstərək. Allah Allah'a da satanı da xeyir versin. Sağ olun, bu günə.